Bir digər böyük günah çox yalan danışmaq haqqındadır. Allah Celle Celaluhu belə buyurur. İnnallâhe la yehdi men huve musrifun kezzab. Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz. Mü'min surəsi 28-ci ayə. Başqa bir ayədə Allah Celle Celaluhu belə buyurur. Qutiləl xarrasun, məhv olsun yalançılar, yəni Allah onlara lənət etsin. Zariyat surəsi 10-cu ayə. Bir digər ayədə buyurulur, Thumma nabtahil fenec'ale la'netallahi alel kazibin. Sonra Allah'a dua edib yalancılara Allahın lənət etməsini diləyək. Ali İmran surəsi 61-ci ayə. Peyğəmbər aleyhissalam belə buyurur. Şübhəsiz ki, yalan günaha, günah da cəhənnəm atəşinə aparır. İnsan yalan danışarsa, Allah dərgahında yalancılardan yazılar. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül Ədəb hədisi. Peyğəmbər aleyhissalatu vesselam buyurur. Münafiqin əlamətləri üçdür. Danışdığı zaman yalan danışar, söz verdikdə yerinə yetirməz, ona bir şey əmanət edildiyi zaman xəyanət edər. Səhih Əl-Buxari, Əl-Cami-ü Sahih, Kitab-ül İman. Başqa bir hədisdə Peyğəmbər aleyhissalam buyurur. Bu dörd xüsusiyyət kimdə olarsa, o əsl münafiq olar. O xüsusiyyətlərdən birinə sahib olan, onu tərk edənə qədər nifaq əlaməti daşıyır. Ona bir şey əmanət edildiyi zaman xəyanət edər. Danışdığı zaman yalan danışır. Söz verdikdə sözündə durmaz. Mübahisə etdiyi zaman haqdan qaçar, haqsızlıq edər. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül İman. Peyğəmbər aleyhissalam belə buyurur. Kim görmədiyi bir yuxunu gördüm deyərsə, qiyamət günü ondan 2 arpa dənəsini bir-birinə bağlaması istəniləcək, o bunu əsla edə bilməyəcək. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül Tabir. Peyğəmbər aleyhissalam buyurur. Həqiqətən iftiranın, yalanın ən böyüyü bir insanın gözlərinin görmədiyini danışmasıdır. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül Təbir. Səmurə ibn Cundubun, Allah ondan razı olsun, rəvayət etdiyi uzun bir hədisdə Peyğəmbər əleyhissalam gördüyü yuxusunu belə danışır. Yanına getdiyin, arxası üstə yatırılan o adama gəlincə, hansı ki, başı üzərində dayanan başqa bir adam əlindəki dəmir qarmaqla onun ağzını, burnunu və gözlərini başına qədər yırtırdı. Həmin adam evindən çıxarkən elə yalanlar uydururdu ki, onun uydurduğu bu yalanlar çox uzaqlara çatırdı. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül Təbir. Peyğəmbər əleyhissalam belə buyurur. Mömin hər əxlaq üzərinə yaradıla bilər, lakin xəyanət və yalan üzərinə əsla. Peyğəmbər əleyhissalam buyurur. Şübhəsiz ki, göstəriş yerlərində yalandan bir pay vardır. Buxari Ədəbül Müfrad. Peyğəmbər əleyhissalam belə buyurur. Kişinin hər eşitdiyini danışması günah olaraq yetər. Yəni, insanın hər eşitdiyini danışması günah olaraq yetər. Muslim Əl-Cami-ü Sahih Müqaddimə. Peyğəmbər əleyhissalam buyurur. Verilmədiyi halda verildi kimi özünü göstərən yalançı 2 paltar geyinən kimidir. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül Nikah. Peyğəmbər belə buyurur. Zəndən çəkinin, çünki zənn sözlərin ən yalanıdır. Buxari Əl-Cami-ü Sahih, Kitab-ül Nikah. Peyğəmbər əleyhissalam buyurur. 3 nəfər var ki, Allah qiyamət günü onlarla danışmaz,
onları təmizə çıxarmaz. Əbu Muaviyyə belə deyir: onların üzünə baxmaz və onlar üçün acı bir əzab vardır. Bunlar zina edən yaşlı, yalançı rəhbər və təkəbbürlü yoxsuldur.